İzahlı test 91-ci hissə 5-ci sinif ingilis dili. 7-ci sual choose the correct preposition. Düzgün söz önünü seçin. Dolphins are not afraid people. Delfinlər insanlardan qorxmurlar. To be afraid of işlənir. Bu ifadədir. Afraid ilə həmişə of işlənir. Dolphins are not afraid of people. B bəndi doğru cavabdır. 8. Choose the correct variant. Nancy with her pet. Deməli, Nancy öz ev heyvanı ilə oynayır. Plays olacaq, bəli, indiki sadə zamanda plays olacaq. Nancy üçüncü şəxs təkidir, fe'lin sonu s əlavə olunub. Doğrudur, 1 doğrudur. 2 to play. To play olmaz, to ilə işlənməz cümlədə. Biz fe'li cümləyə daxil edəndə tonu atırıq. Nancy is playing with her pet. İndiki davam edici zamanda, bəli, Nancy is playing with her pet olacaq. 3 doğrudur. 4 play olmaz çünki S şəkilsi yoxdur burada. 3-cü şəxs təkində təsdiq formada indiki sadə zamanda S şəkilsi olmalıdır. 1 ilə 3 doğrudur. 9-cu sual. Which numbers are correct? Hansılar doğrudur? What ilə başlayır, xüsusi sual cümləsidir. What do wild animals eat? What do wild animals eat? Doğrudur. What do wild animals eat? İkincisi, what wild animals eat? Burada do köməkçi fe'li yoxdur. Çünki cümlədə köməkçi fe'l olmayanda biz do does köməkçi fe'lindən istifadə edirik. 3-də, what does wild animals eat? Animals cəmdədir, biz does-la onu deyə bilmərək. Does yalnız tək isimlərdə və 3-cü şəxsin təki ilə işlənir. 3 səhvdir. What can wild animals eat? Nəyi yeməyi bacarırlar? Burada can modal fe'li cümlənin əvvəlinə keçib və whatdan sonra işlənir. Demək, 4 də doğrudur. 4 doğrudur. 1 ilə 4 doğrudur, 2 ilə 3 səhvdir. 10-cu sual. Must the house. Nobody in the field. Cümlə təsdiq cümləsidir. Nobody ilə fe'l təkdə işlənir. There is nobody in the field. Deməli, sahədə heç kim yoxdur. There is nobody in the field. Many animals sual cümləsidir. Burada biz animals cəmdədir. Ona görə biz is-yə yox, az-yə işlətməliyik burada. 2-də A bəndi doğru cavabdır. Az-yə many animals, zoo. 3-cü cümləyə baxaq. Eagles in the mountains. Cümlə təsdiq cümləsidir. Eagles, qartallar cəmdədir. Ona görə biz ondan zəra işlətməliyik. 3-də də D bəndi olacaq.